Belə, biz artıq müzakirələrə start verə bilərik. Xüsusən də ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycana səfəri, keçirəcəyi görüşlər, müzakirə edəcəyi mövzular danışılacaq yaxın 20 dəqiqə ərzində. Birbaşa bağlantıda isə Milli Məclisin üzvü Azər Allahveranov suallarımızı cavablandıracaq. Azər bəy, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir, hər vaxtınız xeyir. ATƏT-in fəaliyyətdə olan sədri İsveçrənin Xarici İşlər Naziri Azərbaycanda səfərdədir. Elə bir neçə dəqiqə bundan qabaq xəbər çıxdı ki, Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovla artıq görüş başlayıb. Kassisin Azərbaycana səfərinin məqsədi, önəmi, burada vacib elementlər hansılardır? Şübhəsiz ki, Rəhman bəy, burada önəmli olan məsələ ondan ibarətdir ki, ATƏT çox az olan Avropa institutlarındandır ki, hansının ki Cənubi Qafqaz bölgəsindən bu və digər formatda münasibətləri qorunub saxlanır və nəticə etibarilə kifayət qədər belə son dövrlər ərzində müsbət məqamlar var. Yəni bütövlükdə ATƏT-in Cənubi Qafqaz bölgəsi ilə bağlı, xüsusilə də bu regional təhlükəsizliyin təmin olunması baxımından və nəzərə alsaq ki, indiki səfər sədrin birinci səfəridir və səfər tək Azərbaycana yox, həm də Ermənistana və Gürcüstana olacaqdır və eyni ilə də səhv etmirəmsə Cənubi Qafqaz bölgəsinə, Türkmənistana da bir səfər nəzərdə tutulur. Bu artıq müəyyən mənada ATƏT-in Cənubi Qafqazla daxil olmaqla şərq vektorundan xəbər verən çox vacib bir səfərdir və təbii ki, regional təhlükəsizlik məsələləri barədə danışarkən burada önəmli olan məsələ həm də Azərbaycan-Ermənistan arasında olan sülh prosesidir ki, bugün bu ATƏT üçün kifayət qədər prioritet məsələlərdən biri hesab olunur. Hərçənd ki, ATƏT Minsk qrupunun dönəmində çox ciddi nailiyyətlərə imza ata bilməmişdi. Əksinə o status quo-nu saxlayırdı və bu da çox Azərbaycanda kifayət qədər geniş şəkildə tənqid olunurdu. Çünki status quo-nun saxlanılması bu bölgə üçün bütövlükdə potensial bir təhlükə idi ki, bu da istənilən halda ATƏT-in müəyyən mənada mandatına uyğun gəlmirdi. Çünki Minsk qrupu münaqişənin həll olunması ilə bağlı deməli formalaşmış bir strukturuydu. Amma biz münaqişənin daha çox dondurulmasını görürdük ATƏT-in Minsk qrupunun fəaliyyətində və indi artıq siyasi reallıq dəyişib, bölgədə tamamilə fərqli bir konfigurasiya var və bu konfigurasiyanın da əsasında Azərbaycanın regional təhlükəsizlik kontekstində yaratdığı bir arxitekturadır ki, bu da bir reallıqdır ki, bu da nəticə etibarilə Cənubi Qafqazın dayanıqlı inkişafına və burada sülh və sabitliyin təmin olunması üçün çox əlverişli bir şərait yaratmış olur və belə bir prosesdə təbii ki, bir çox beynəlxalq təşkilatlar, o cümlədən də ATƏT çalışır ki, bax bu Cənubi Qafqaz bölgəsində qurulmaqda olan bu regional təhlükəsizlik arxitekturasında müəyyən mənada bir yer tutsun, hətta müəyyən mənada bu prosesə bəlkə də bir töhfəsini vermiş olsun. Amma bu töhfə nədən ibarət ola bilər? Bax bu məsələlərlə bağlı mən düşünürəm ki, ATƏT-in mandatında hələm dəqiq bir bəlli olan o çərçivələr yoxdur. Ən azından indi bəli, sülh, regional təhlükəsizlik, sabitlik, bəli, bunlar əsas belə görünən tərəflərdir. Bir də var ki, burada konstruktiv əməkdaşlıq, amma konstruktiv əməkdaşlıq, bax bu sadaladığım istiqamətlər üzrə çox ciddi nailiyyətlərin əldə olunmasında həm də ATƏT iştirak etmək istəyirsə, təbii ki, ATƏT də öz mandatından çıxış eləyərək regional təhlükəsizlik məsələlərinə hansı töhfəsini verə bilər? Bunun üçün də mütləqdir ki, siyasi diyaloq davam etdirilsin
danışıqlar aparılsın, o konkret prioritet istiqamətlər müəyyən olunsun və nəticə etibarilə də indən belə ki fəaliyyət, xüsusilə də yeni sədrin fəaliyyəti dönəmində faktiki olaraq o fəaliyyət çərçivələri, siyasi çərçivələr daha doğrusu tam bəlli olsun ki, ATƏT hansı istiqamətdə əməkdaşlıq eləmək istəyir. Amma burada qeyd etdiyim kimi, burada önəmli olan məsələ ATƏT-in şərqə doğru olan, bax bu xarici siyasət kursudur ki, Mərkəzi Asiyada da ATƏT öz mövqelərini əgər gücləndirmək niyyətindədirsə ki, biz ayrı-ayrı segmentlərdə bu fəaliyyətin kifayət qədər yaxın olduğunu görürük. Xüsusilə də ATƏT-in bildiyiniz kimi struktur bölmələri var, ayrı-ayrı komitələri var və o komitələrin, o cümlədən də Mərkəzi Asiya respublikalarındakı fəaliyyətini də biz xüsusilə görürük. Misal üçün, həmin komitələrin fəaliyyəti Cənubi Qafqaz və Mərkəzi Asiya coğrafiyasını deməli əhatə edir və bu da nəticə etibarilə ondan xəbər verir ki, ATƏT üçün xarici siyasət kursunda şərqə doğru deməli istiqamət, xüsusilə də Cənubi Qafqaz bölgəsi üzərindən Mərkəzi Asiya və bir qədər də o tərəfə şərqə doğru hərəkət edərkən kifayət qədər böyük bir geosiyasi bir coğrafiyanı əhatə etmək istəyində olduğunu biz görürük və bu səfərdə bilavasitə bununla bağlıdır. İndi nəzərə alsaq ki, burada Cənubi Qafqaz bölgəsinin 3 respublikası arasında olan münasibətlər, misal üçün Ermənistanla Gürcüstan arasında olan münasibətlərlə Gürcüstanla Azərbaycan arasında olan münasibətlər fərqlənir özünün xüsusiyyətlərinə görə. Burada onun iqtisadi aspektlərinə görə, siyasi kontekstlərinə görə fərqlənir. Amma şübhəsiz ki, Cənubi Qafqaz bölgəsinin lider ölkəsi məhz Azərbaycandır. Çünki o Azərbaycan bilavasitə irəli sürdüyü həmin o inteqrasiya layihələri vasitəsilə də Cənubi Qafqaz bölgəsinin dayanıqlığını təmin etmiş olur və bu da nəticə etibarilə həm Gürcüstan üçün, həm də Ermənistan üçün yeni imkanlar yaradır. Amma bu imkanlar yaradılan zaman ATƏT-in yeri harda olacaqdır? Bax, bu da çox önəmli məsələdir. Xüsusilə də nəzərə alsaq ki, Avropa İttifaqı ilə Gürcüstan arasında münasibətlər elə də xoş deyil və xüsusilə də bu münasibətlərin müəyyən mənada 2 il ərzində biz müəyyən mənada soyuq olduğunu görürük və bəzi hallarda da Avropa İttifaqının kuluarlarında Gürcüstanla bağlı bəzi kifayət qədər sərt bir tənqidi fikirlərə də biz rast gəlirik və bu ondan xəbər verir ki, Avropa İttifaqının Gürcüstanla bağlı özünə məxsus bir yanaşması var. Amma misal üçün Avropa Komissiyasını götürsək, Avropa Komissiyası bir qədər fərqli bir siyasət yürüdür. Daha çox Avropa İttifaqı bir siyasi bir diyaloq, daha doğrusu siyasi alətlər üzərindən münasibətlərin qurulmasında və yeri gəlsə Gürcüstana bir növ təzyiq etmiş kimi bir siyasət yürüdəcəksə, biz Avropa Komissiyasının fəaliyyətində iqtisadi zəmində olan əməkdaşlığın kifayət qədər geniş spektr olduğunu görürük. Həmin o Gürcüstan da Avropa Komissiyasının misal üçün, deyirəm sizə, Global Gate bir layihəsi var. O beynəlxalq nəqliyyat dəhlizinin dəstəklənməsi üçün nəzərdə tutulan 10 milyard avro həcmində vəsaitin ayrılması və digər məsələlər. Bu həm də Gürcüstana şamil olunur. Çünki həmin orta dəhliz, xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolu, İpək yolu bu bilavasitə Gürcüstanın ərazisindən keçir və bu da nəticə etibarilə Gürcüstan üçün yeni iqtisadi cəhətdən imkanlar yaratmış olur. Və biz bu fərqləri davranışlarda görürük. Amma burada da önəmli olan məsələ təbii ki, regional təhlükəsizlik məsələlərdir. Gürcüstan da bugün regional təhlükəsizliyə çox ciddi şəkildə ehtiyacı olan bir dövlətdir və nəticə etibarilə qarşısında eyni zamanda Gürcüstana səfər etməsi, bax dediyim kimi, bu Cənubi Qafqaz bölgəsindəki bir regional təhlükəsizlik arxitekturasının qurulmasında ATƏT bir növ öz iştirakını görmək istəyir, amma hansı kontekstdə ayrı-ayrı apardığı danışıqlar, məsələn, Gürcüstanla aparacağı danışıqlar və ya Ermənistanla bu daha çox Azərbaycanla münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, buna maneə yarada biləcək hansısa elementlər var. Bunların üzərindən müzakirələrin aparılması ola bilər ki, bugün Ermənistan bu baxımdan çox ciddi bir siyasi hadisələr
astanasındadır. Xüsusilə də hökumətin formalaşdırılması və digər məsələlər bu yaxınlarda ölkənin parlamentinə də seçkilər keçirilibdir. Düzdür, burada müəyyən mənada Avropa İttifaqının, o cümlədən müxtəlif Avropa təşkilatlarının maraqlarına cavab verəcək bir siyasi bir proseslər cərəyan etməkdədir. Xüsusilə də Paşinyanın yenidən hakimiyyətdə qalmaq və digər məsələlər. Bu istər-istəməz həm də ATƏT-in artıq daha dayanıqlı Ermənistanla bağlı bir siyasətin formalaşmasına gətirib çıxardır. Azərbaycan isə həmən o reallığı formalaşdırıb, bu arxitekturanı quran tərəfdir ki, birbaşa olaraq Azərbaycana da məhz ilk səfərin edilməsi bundan xəbər verir. Azər bəy, təbii ki, regiona səfər, müxtəlif görüşlər, orada müzakirə olunan məsələlər aydın olandan sonra biz daha təfərrüatı ilə düşünürəm ki, təhlil edə bilərik bu səfəri. Görək, bir neçə gün ərzində nələr yaşanacaq. Amma mən bir digər mövzuya da keçmək istəyirəm. Çünki KTMT-dən çox vacib bir açıqlama gəlib. KTMT-nin daimi nümayəndəsi Viktor Vasilyev belə bir açıqlama verib ki, KTMT-nin ölkələrinin müdafiəsi məqsədi ilə kütləvi qırğın silahlarının, o cümlədən nüvə silahının tətbiqi istisna edilmir. Mən xatırlamıram, KTMT-dən nə vaxtsa belə bir açıqlama gəlmişdi. Sanki çox çətin bir vəziyyətdədir Rusiya tərəfi və bu açıqlamanı verməyə məcbur kimi qalıb. Bunu bir şərh etməyinizi xahiş edərdim. Nüvə silahı, kütləvi qırğın silahlarından istifadə məsələsi nə dərəcədə real ola bilər və Moskvanı belə bir açıqlama verməyə vadar edən səbəblər hansılardır? Rəhman bəy, mən sizlə razıyam ki, bu kifayət qədər çox müəyyən mənada gözlənilməz və olduqca da bir riskli açıqlamadır. Və ümid edək ki, bu açıqlama elə sadəcə olaraq bir verbal dilə gətirilmiş bir fikir olaraq qalacaqdır. Və burada önəmli olan məsələ nədən ibarətdir? Bir neçə kontekstdə təhlil oluna bilər bu bəyanat. İlk əvvəl bu şübhəsiz ki, bir nəbzin öyrənilməsi üçün dilə gətirilmiş çox vacib bir mesajdır. Və bu mesaj iki istiqamətdədir. Bir tərəfdən KTMT-yə üzv olan ölkələr üçün dilə gətirilmiş bir mesajdır ki, ən azından belə bir yanaşma mövcud ola bilər və bunun da bir praktiki tətbiqi də gözlənilən olmalıdır. Çünki əgər yanaşma varsa da praktiki tətbiqi də mümkün ola bilər və bu da bir mesaj daha çox Ermənistana ünvanlanmış bir mesajdır. Yəni bu kontekstdə də yəni. Amma bir təzyiq elementi kimi biz bunu görürük. Söhbət nüvə silahının istifadəsinə və ya kütləvi qırğın silahlarının istifadəsinə getmir. Sadəcə bir siyasi təzyiq elementi kimi biz bunu şərh edə bilərik və burada da nəbzin öyrənilməsi həmin KTMT daxilində nəbzin öyrənilməsidir ki, tutaq ki, KTMT-yə üzv olan digər dövlətlər buna necə reaksiya verəcəkdir ki, və mən müəyyən mənada bəlkə də əminliklə deyə bilərəm ki, reaksiya kifayət qədər bundan bağlı mənfi olacaqdır. Ən azından yəni burada söhbət hansısa çox ciddi bir təhlükənin yaranmasından gedir. Bu birinci istiqamətdir. İkinci istiqamət təbii ki, Ukrayna mövzusudur. Ukrayna ilə bağlı, Ukraynaya ünvanlanmış bir mesaj kimi də dəyərləndirilə bilər ki, yəni bu ssenarində biz nəzərdən keçiririk. Xüsusilə də nəzərə alsaq ki, son hadisələr fonunda, xüsusilə də Wildberg'in məxsus olan deməli o müxtəlif mərkəzlərin vurulması, kritik infrastrukturun sıradan çıxarılması, sonra bu yanacaqla bağlı olan böhran vəziyyətin həmin deməli dronların hücumları nəticəsində böhran vəziyyətə gətirib çıxarılması. Bu təbii ki, artıq Moskvada müəyyən dairələrin daha radikal addım atmasına yönəlik bir bəyanatların dilə gətirilməsinə gətirib çıxardır, dilə gətirilməsinə səbəb olur və bu da təbii ki,
müəyyən mənada Ukrayna cəmiyyəti üçün verilmiş bir mesajdır ki, yəni biz bundan istifadə edə bilərik. İndi burada söhbət nədən gedir? KTMT birincisi nüvə silahıdır və ya kütləvi qırğın silahlar, bunlar ümumiyyətlə qadağan olunmuş silah növləridir ki, indi düzdür orada nüvə silahında taktiki və strateji nüvə silahlarının söhbəti də ola bilər. Amma istənilən halda burada lap tutaq ki, taktiki nüvə silahından söhbət gedirsə, ki onun təsir dairəsi daha az, daha deməli, yəni o qədər də böyük bir coğrafiyanı əhatə eləmir. Yəni dəyişir, bəli, o deməli strateji nüvə silahından fərqli olan bir silah növüdür. Amma istənilən halda bu qadağan olunmuş silahlardır ki, bunun istifadə olunması bütün beynəlxalq hüquqa da zidd olmaqla yanaşı beynəlxalq ictimaiyyətin kəskin etirazına səbəb ola bilər. İndi bunu dilə gətirirlər. Mən təxmin edirəm ki, bu daha çox təzyiq elementi kimi dilə gətirilmiş bir fikirdir. Çünki düşünmürəm ki, yəni Moskvada indi nə qədər də bunu radikal formada dilə gətirmək istəyən müəyyən dairələr olsun, amma ki, yəni bütövlükdə söhbət siyasi qərarların verilməsindən gedirsə ki, yəni burada Rusiya-Ukrayna müharibəsinin KTMT ilə bağlı olan hissəsi hər zaman KTMT-nin müəyyən mənada diqqət mərkəzində saxlansa da, amma burada KTMT-nin mövcud nizamnaməsi var və bu nizamnaməyə görə də ölkə ərazisinə təhdidlər və digər elementlər varsa da, amma Rusiya-Ukrayna müharibəsinin getdiyi bir şəraitdə, məsələn, Kursk vilayətində yadınızdadırsa məlum deməli Ukraynaya məxsus silahlı qüvvələrin əməliyyat keçirməsi, bu daha çox Ukraynanın silahlı qüvvələri tərəfindən yox, bu deməli Ukraynanın silahlı qüvvələri tərkibində olan Rus legionları tərəfindən həyata keçirilmiş bir əməliyyat oldu və hətta mənim yadıma düşür ki, həmin hadisələr fonunda bu məsələ KTMT-nin kuluarlarında müzakirə olunan zaman eyni zamanda da bu Rusiya ərazisinə bir təhdid kimi dəyərləndirilmişdi. Amma burada Rus legionun meydanda olması və döyüşlərdə bilavasitə Ukraynanın ərazisində Ruslardan ibarət olan formalaşmış batalyonların iştirak etdiyi səbəbindən KTMT-nin müvafiq nizamnaməsi deməli hərəkətə gətirilmədi, maddəsindən söhbət edir daha doğrusu və nəticə etibarilə KTMT bura hər hansı bir qoşun göndərmədi. Misal üçün və bir qədər də əvvəl biz 44 günlük Vətən müharibəsinə biz nəzər salsaq, orada da eyni bir vəziyyətdə Ermənistan tərəfi çox çalışdı ki, o müəyyən o döyüşün, müharibənin getdiyi bir şəraitdə hətta o strateji öz ərazisinə məxsus olan ərazilərdən Smerç və digər raketlərdən İskəndərin atılmasına həyata keçirdi ki, və bu da bir növ təxribatın bir forması idi ki, Azərbaycan həmin o atəş nöqtələrinin susturulması üçün ora silahlı qüvvələri yeritmiş olsun və belə olduğu təqdirdə Ermənistan ərazisinin təhdid altında olduğunu göstərməyə çalışsın. Amma bu baş vermədi deyə KTMT də bu məsələdə konkret bu məsələ ilə bağlı öz mövqeyini qoymuş oldu. Düşünürəm ki, bu məsələdə də KTMT öz sözünü deyəcək. Çox sağ olun, təşəkkür edirəm Azərbəy suallarımızı cavablandırdığınız üçün. Birbaşa bağlantıda Milli Məclisin üzvü Azər Allahverənovla danışdıq. Təbii ki, əsas mövzularımızdan biri ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassinin Azərbaycana və ya İqnasio Kassisin Azərbaycana səfəri ilə bağlıdır. Az əvvəl də məlumatı bölüşdük ki, Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovla artıq görüş başlayıb. Detalları proqramımızın gedişatında sizinlə bölüşəcəyik. Bir də